Hər iki mağazada sabahların böyük endiri var. Memi 3 filialında və Memi 1 filialında. Gördüğünüz kimi qapıların üzerine yazıb Memi 3 və Memi 1. Və hər iki mağazada gördüğünüz kimi avtovağzalda ikinci mərtəbədə, ikinci sırada yerləşir. Yan bayan olan mağazalarda sabahların burada bütün giyimler üzerine yazılan qiymətdən asılı olmayaraq 9 manat olacaq. Sabahlarım 29 iyun tarixidir. Bu mağazada bütün giyimler üzerine yazılan qiymətdən asılı olmayaraq 9 manat olacaq. 30 iyun tarixində 8 manat, 1 iyul tarixində 7 manat, ta ki 1 manat hər gün düşəcək 1 manat olan günə qədər. Bir sözlə iki böyük mağazada iki böyük endirim var. Avtovağzal ticarət mərkəzi ikinci mərtəbədə, ikinci sırada yerləşən mağazalarda möhtəşəm endirimləri qaçırmayın. Və hər iki mağazada çeşid həddindən artıq çoxdur. Bax, üzərinə yazılan qiymətdən asılı olmayaraq 50 manatlıq şalvar da sabahlarım 9 manatdır, 20 manatlıq paltar da sabahlarım 9 manatdır. Lakin hər hansı bir paltarın üzərində 5 manat, 6 manat yazılıbsa, həmin paltarlar isə 9 manata yox, tən yarı qiymətinə verəcək. Və yaxud da ki, bürsün gəldi 8 manat olan günü, ayın 30 iyun tarixində hər şey 8 manat olan günü gəldi. Paltarın üstünə 4 manat yazılıbsa, həmin paltarlar sizə 8 manata yox, tən yarı qiymətinə veriləcək. Çünki 8 manatdan aşağı nə varsa yarı qiymətinə olacaq.